Mağazin kanalını izləyirsiniz. Ən son yenilikləri qaçırmamaq üçün kanalımıza abunə olun, videonu bəyənin və bildiriş butonunu aktiv edin. İndi isə keçək növbəti xəbərimizə. TikToker Baboş canlı yayım zamanı bütöv toyuq qızardaraq yeyib. Onun bütöv toyuğu iştahla yeməsi canlı yayım izləyicilərinin diqqətini çəkib. Həmin görüntüləri təqdim edirik. Buradaydı da. Dünən buradaydı, müəllimini yatır. Bir dəqiqə gəlib burada yazacaq. Bazar günü Mingəçöyrə gedəcəyik. Qəzə, prosto belimin ağrısı biraz kəsildi. Prosto məni incidən ayağımın uyuşmağıdır. Ayağım uyuşur. Biraz ayağım ağrıyır. İndi həkim dedi ki, səhər yox, birisi gün 3 həftədir. O birisi ikinci gün, bu ikinci gün yox, o birisi ikinci gün 1 ay tamam olur əməliyyatım. Gedəcək, müayinə edəcək, fizioterapiya yazacaq. Masaj. Emin həkimlə gedəcəm. Mən onu yiyənlərəm. Saldım. Bu gün nə olub azma? Gah mürəbbəni tökürəm üstümə, gah onu tökürəm üstümə. İtaat atacağım. Sata bilməmişəm. O birisi beyin pulunu istəyir, tiyar. Deyil, beyi artıq iti saxlayın.
Çinliyəm də nə? Bunlar yedim. Xaladların içində 3-4 dənə xoruz var. Qapımın xoruzu. Pişirə bilmədim. Ərnirəm. Ayaqüstü elə çox qalanmıram. Süreyyanın vaxtı tamam oldu da. 9 gün bir baxdı vəfat edəndə. 10 gündə bir baxdı. Artıqlamasından pulunu aldı. Pulunu verdim. Da mənim pulum yoxdur ki, təzədən gəlsin, mənə baxsın. Qayağa dura bilirəm. Tüyoğumu düzəmin özüm verdim yemin. Məftun olanda məftun verir, olmayanda da məmdiyi verir. O da pulla baxırdı. Nə da qeym. Prosta əmrəm, yemək pişirə bilmirəm. Mənim deyiləcək çox sözüm var, prosta demirəm. Yenə bu TikTokda yaltaq olasın. Bu TikTokda yenə yaltaq olasın. Mən yaltaq deyirəm. Kimə yaltaqlanmışam? Altın doldu puluna. Nə bilirsən, pulumu saymışsan? Altın doldu. Reklam da biləm. Süvarlıq Sultanlı, xoş gəldin. Çörəsiz yeyirəm də. Doydum. Mən heç vaxt TikTokda ağlamamışım. Yataq xəstəsi oldum. Pulumu verdim, Süreyya baxdı. Hə, nə olsun, heç nə. Pulumu verdim, baxdı. Mən yataq xəstəsi olub da mən pis günlərdə qalmamışam, əməliyyat olmuşam, durub ayağa gəzə bilmişəm. O ağır xəstələr var, tərpənə bilmir, bilə bilmir, altına qav gətirirlər, düzdür. 2 həftə yerdə zərləyəndə bir 2-3 dəfə məftun gətirdi. Qalan vaxtlar gedim, onda otarnağa məyağa dura bilmirdi, məyağım tutulmuşdu. İndi o lap o xəstələr olur, tərpənə bilmir. Nağarım, ailəm yoxdur. Ona görə də ona möhtaç qalım, nağarım. Çörəksiz yeyirəm. Yox, satmadım nüçqalarımı. 2 dənəsini kəsdik, yedik. Dünən nüçqa qızartdıq. Kimin pullarıdır, izləyicilərimin, dəstəkçilərimin pullarıdır. Mən kiməm ki, oturmuşam burada, mən PKL pulumu qazandım. Mənim bankım yox, dükanlarım yox, obyektlərim yox, izləyicilərimin puludur. Haqqı itirirəm, haqlarını. Bax, ağzımdakı bu yemək onun puludur. Olmur o Aysi Bayaq Sultanlıq. 30 min bir sənin almalıdır. Mən evlənsəm, bəlkə 30-40 min onda olar.
maraqlı bir şey olanda. İndi mən burada boş-boş oturmuşum, elə 10 minə yaxındır. Həm də keçən dəfə Allah'tım. Yenirim. Öz sevən izləyicilər deyə. Burada indi 9600 adam var. Onun hamısı mən istəmirəm. Eləsi var gəlir söyür, haqsız yerə. Eləsi var nələr yazır. Eləsi var bir mahəd yatan kimi qızlar tökürüşür direktdə, oğlanlar tökürüşür. Niyə onu atırsan? Az olsun, mən sevən insan olsun. Mahəd yatırsan, göyə saat direktdə yazmıyorlar. Teşkindən uşaqlar doydum. Doyğamır için, amma çox qarışdırdım da. Qarpız, fanta,